Bəqərə surəsi 5-ci ayənin qrammatik təhlili. Ulaikə alə hudən min rabbihim və ulaikə humul muflihun. Onlar Rəblərindən və yaxud Rəbləri tərəfindən düzgün yoldadırlar və yaxud hidayət üzrədirlər və onlar humul muflihunə məhz nicat tapanlardır. Baxaq, ulaikə onlar uzaqda olan varlığa, canlı varlıqlara işarədir. Hallanmır, mübtədadır. Onlar kim? Onlar mübtədanın sualına cavab verir. Alə hudən, hidayət üzrədirlər. Alə xəbərdir. Demək, ismi cümlənin xəbəridir. Şibhi cümlədir, yəni cümləyə bənzərdir. Car məcrur, yəni car alə ön qoşması və hudən hallanmayan ismindən ibarətdir. Min rabbihim, Rəblərindən və yaxud Rəbləri tərəfindən min ön qoşması, üstəgə Rabbi izafətin birinci tərəfi, təyinlənən tərəfi, him izafətin ikinci tərəfidir. Nədir? Bunun təyinidir. Və bağlayıcı, ulaikə onlar müftədadır, uzaqda olan canlı varlığa işarədir, hallanmır. Hum burada şəxs əvəzliyidir. Bu məntiqi vurğu bildirmək üçün işlədilir və mübtədanı xəbərdən ayırmaq üçün işlədilir. Şəxs əvəzliyidir. Üçüncü şəxsdədir, kişi cinsindədir və cəmdədir. Əl-muflihunə, yəni bunlar nicat tapanlar deməkdir. Əfləhə muflihun feilin 4-cü babının ismi failidir, cəmdədir, kişi cinsindədir və düzgün cəmdədir. Gördüyünüz kimi burada yazılır müzəkkər salim ismi mərfu, yəni adlı halındadır.